Deməli belə, salam əziz şagirdlər. Bu günləri sizlərlə üslublar mövzusu haqqında danışacağam. Kitab dəftərimizi, qeydlərimizi götürək və üslublar bölməsinin izahlarına baxaq. Deməli, ümumiyyətlə bilirik ki, qəbul imtahanlarında bizə 2 dənə mətn tapşırığı düşəcək və o 2 mətn tapşırığının birinin dili daha rahat formada olur. Birini oxuduğumuz zaman isə nisbətən çətinlik çəkirik. Həmin o dili rahat və axıcı formada olan mətnimiz olur bədii üslubda. Dili nisbətən bizi yoran isə olacaq bizim publisistik üslubda olan mətnimiz. Ümumiyyətlə yadda saxlayın ki, üslublar özü 2 formada yaranır və dilçilikdə üslub dil vasitələrindən məqsədyönlü istifadə deməkdir. Yadda saxlayaq ki, üslublar funksional və fərdi formada meydana çıxır. Deməli, üslublar funksional və fərdi formada meydana çıxdı. Funksional üslublar nəyə deyilir və necə yaranır? Funksional üslublar özü də bölünür. Belə ki, funksional üslublarımız var. Bədii üslub, var elmi üslub, var rəsmi işgüzar üslub, məişət üslubu və publisistik üslub. Fərdi üslub isə tək. Belə deyək ki, məsələn, bir şeir oxuyursunuz, orada Sabir yaradıcılığını görürsünüz. Məsələn, öz-özünüzə deyirsiniz ki, bu Sabirin üslubudur. Yəni fərdidir. Tək üslub nəzərdə tutulur. Fərdi üslub dediyimiz zaman. Deməli, burada da dedik ki, Sabir üslubu özünü göstərə bilər. Funksional üslublarla bağlı bizə Eyler-Venn testləri düşə bilir. Məsələn, 2 üslub verir. Tutaq ki, bədii üslubla elmi üslubun müqayisəsi. Bu qaydada da Eyler-Venn nümunəsi düşə bilər. Və bu qaydada da Eyler-Venn nümunəsi düşə bilər. Eyler-Venn diaqramı yəni belə də salırlar. Burada yenə də oxşar və ortaq olan xüsusiyyətlər yazırıq. Bəzən, baxın, sizə 2 dənə cümlə verirəm. Həmin bu 2 cümləni əzbər yadda saxlayırsınız. Bu da üslubların oxşar cəhətidir. Bütün üslublar üçün oxşar cəhət nədir? Ədəbi dili təşkil edir. Ədəbi dili təşkil edir. Və bir də funksional üslublara aiddir. Deməli, və bir də yazırıq nə? Funksional üslublara aiddir. Bəzən şagirdlər ədəbi dilin normalarına tabe olur sözündə yazırlar. Bunu yaza bilərsiniz. Amma necə? Əgər sizin mətninizdə norma pozuntusu yoxdursa, əgər sizin oxuduğunuz mətndə norma pozuntusu varsa, bunu biz heç vaxt yaza bilmərik. Çünki ortaq xüsusiyyətdirsə və 2 mətndən birində pozuntu eləyiblərsə, təbii ki, bu yazıla bilməyəcək bir xüsusiyyətdir. Digər üslubların xüsusiyyətləri azlıq təşkil edir, amma ən çox bədii üslubdadır ki, bədii üslubun biraz xüsusiyyətləri daha xırdalıqları çoxdur. Baxaq indi bədii üslub haqqında danışaq. Deməli, bədii üslub. Bədii üslubun əsasını nə təşkil edir? Ümumiyyətlə yadda saxlayaq, bədii üslub milli bədii təfəkkürün ifadə vasitəsidir və bədii üslubda olan mətnlər obrazlı və emosional şəkildə olur. Demək, obrazlı və emosional. Bədii üslubda bir şeyi yadda saxlamalıyıq ki, bədii üslub xalq danışıq dilinə yaxındır. Xalq danışıq dilinə yaxındır. Məndən sizə məsləhət, hər üsluba aid ən azı 2 dənə xüsusiyyət əzbərləyin ki, Eyler-Venn diaqramında bu bizə kömək eləyir. Və yaxud bədii üslub nəzm, nəsr, dramaturgiya dilidir. Bədii üslubda sözlər məcazi mənasından istifadə olunur. Bədii üslub obrazlı nitq vasitəsidir deyə bilərik. Obrazlı nitq formasıdır deyə bilərik, fərqi yoxdur. Bədii üslubda özünü bədii təsvir, ifadə vasitələri göstərə bilər, ritorik sualdan istifadə oluna bilər, bədii xitablardan istifadə oluna bilər. Bunlar nə deməkdir? Bədii üslubda əsas bilməli olduğunuz məqam bədii təsvir və ifadə vasitələridir. Təsvir və ifadə vasitələri. Deməli, bədii üslubda özünü göstərən bədii təsvir vasitələrindən məsələn epitet.
Epitet nədir? Bir normal birinci növ təyini söz birləşməsi fikirləşək və həmin o birinci növ təyini söz birləşməmizin də tərkibində nə olsun? Məcazli olsun. Məsələn, deyirəm ki, daş, ürək. Ürək daşdan olmur. Deməli, bu nədir? Birinci növ təyini söz birləşməmizdir və məcazi mənalı birləşməmizdir. Deməli, burada hansı bədii təsvir vasitəsi oldu? Epitetdən istifadə edildi. Və yaxud metafor. Metafor insana aid olan xüsusiyyətlərin təbiət üzərinə köçürülməsi vasitəsilə yaranacaq. Məsələn, deyirəm ki, bulud ağlayır. Bulud ağlaya bilməz. İnsana aid olan xüsusiyyətin təbiət üzərinə köçürülməsindən istifadə edildi. Və yaxud metonimiya. Metonimiya ad dəyişmədir. Deyirəm ki, sinif susur. Sinif susmaz. Sinifdəki, məsələn, şagirdlər susa bilər. Sinifdə insan varsa o susa bilir. Müəllimlər susa bilir. Deməli, bunu da artıranda daki şəkilçisinin köməyi ilə yarada bilirik. Və yaxud mübaliğə. Mən indi ən çox mətnlərdə nələrdən istifadə olunursa, onları qısa şəkildə izah edirəm ki, testdə bunlar sizin yardımınıza gəlir. İndi deyəcəm hansı sual tiplərində. Mübaliğə bir şeyin həddən artıq şişirdilməsidir. Məhəmməd Füzulini Məni Candan Usandırdı qəzəlində belə bir ifadə keçir ki, fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? Fələklər yandı ahımdan deyəndə görün mənim ahım nə qədər yuxarılara doğru gedir, çıxır ki, fələklər mənim ahımdan yana bilir. Təbii ki, burada müəyyən bir mübaliğədən istifadə olunmuşdur, yəni şişirtmədən istifadə edilmişdir. Bu, deməli, belə bədii təsvir ifadə vasitələrindən qarşımıza çıxa bilən ən çox formalardan yazdım mən sizin üçün. Və yaxud ritorik sual. Ritorik sualın ikinci adı adlanır bədii sual. Bu nə deməkdir? Bədii sual cavab tələb etməyən sual növüdür. Məsələn, deyirəm ki, bu çay niyə belə gür axır və yenidən onun içində bu sözü deyirəm ki, arxasında qarlı dağ var. Təbii ki, burada diqqət eləsək, elə cavabını özü vermiş oldu. Yəni, bizdən xüsusi bir cavab tələb etmədi. Bədii xitab nədir? Bəs buna da baxaq. Bədii xitab bizim bildiyimiz xitab növüdür. Məsələn, Ceyrana xitab eləyirsiniz. Ceyran nə gözəl yaraşırsam təbiətə. Burada Ceyrana edilmiş xitab bədii xitab hesab edildi. Və yaxud inversiya. İnversiya söz sırasının qəsdən pozulmasıdır. Mübtəda, xəbər, təyin, tamamlığın yer dəyişdirilməsidir. Və bir də var ellipsis. Ellipsis isə şəkilçi və sözlərin ixtisarıdır. Bunlar bədii üslubda özünü göstərən xüsusiyyətlərdir. Və bir də bəs bunu bizə necə sual formasında salarlar, ona da baxaq. Gətirib bizə belə bir cədvəl verə bilər. Və həmin o cədvəlin içində, məsələn, deyək ki, bu 19-cu açıq sual tipidir. Gəlib bunun içində deyir ki, bizə mətndə özünü göstərən üslubi xüsusiyyətlər. Xəyali bir mətn düşünək. Məsələn, Bakı mətni götürək. Bakı mətnin 19-cu sualı bizə bunu istəyir. Mətni oxuyuruq. Mətnin içində tapdıq epitet. İndi nə edirik tam bal almaq üçün? Yazırıq bura epitet. Bax, amma mən epitet nümunəsini gedib bu mətnin içindən götürməliyəm. Tutaq ki, mətnin içində bayaq dediyimiz o daş ürək sözü var. Götürdüm, epiteti yazdım və epitetə aid olan nümunəni köçürdüm. Və yaxud mən mətndə mübaliğə tapdım. Burada bir mübaliğə tapdım. O mübaliğəni götürürəm. Bax, bura yazmalıyam mübaliğə və onu da doldurmalıyam. Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? Həmin o ifadəni bura yazmalıyam. Bunların hər birini doldurduğumuz şəkildə biz tam balla qiymətləndiririk. Yox, əgər bu hissələrdən hər hansı birində və yaxud yazmasaq və yaxud səhvlik eləsək, o zaman yəni yarı balla qiymətləndiririk, qiymətləndirmə olur. Bu da belə. Yazarkən nümunələrə diqqət etmək lazımdır. Bu oldu bizim bədii üslubumuz. Keçək indi elmi üsluba. Deyə bilərsiniz ki, müəllimə, əgər bizə iki üslub nümunəsi düşürsə, bir bədii, bir publisistik mətn düşürsə, mən niyə elmi üslubu, rəsmi işgüzarı bilməliyəm?
Ona görə bilməliyik ki, mətn ortasında digər bir sual şərti salırlar. Məsələn, mətni verirlər, mətnimiz bədii üslubdadır. Gətirirlər mətni belə verdilər. Tutaq ki, bizim bu mətnimiz bədii üslubdadır. Gətirirlər bu hissədə əyri yazı, kursivlə bir hissə verirlər. Yazırlar ki, kursivlə yazılan hissəni və mətnin özünü müqayisə eləməliyik. Bu kursivlə və yaxud qara hərflə yazılan hissəni siz artıq bütün üslubları bilməlisiniz ki, müqayisə edə biləsiniz. Bəzən şagirdlər deyir ki, müəllimə, axı bizə düşmür, niyə oxumalıyam digər üslub nümunələrinin bu şərtlərə görə. Elmi üslub nədir? Bayaq dediyim kimi, hər üslubda ən azı 2 xüsusiyyət əzbər bilməlisiniz Eyler-Venn diaqramlarına görə. Elmi üslub, elmi təfəkkürün təzahür formasıdır. Elmi dərsliklərin, müxtəlif elmi məqalələrin dili elmi üslubdadır. Və elmi üslubun xüsusiyyətləri nələrdir? Bunlar üçün sadəcə xüsusiyyətləri deyəcəm, əzbərləyəsiniz. Elmi üslubda özünü göstərir nə? Məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik, sonra termin sıxlığı, bunlardan yaza bilərik. Və yaxud elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr özünü göstərə bilir. Burada yadda saxlayaq ki, mürəkkəb cümlələr deyəndə bizim bildiyimiz tabeli tabes mürəkkəb cümlədən söhbət getmir. Hansı ki, cümləni deyən zaman biz orada başa düşmək biraz bizi çətinləşdirir. Mürəkkəb cümlə deyəndə bunu nəzərdə tutur. Mürəkkəb cümlədən və yaxud modallıq bildirən söz və ifadələrdən istifadə olunacaq. Elmi üslubda fikir yığcam, konkret ifadə etmək üçün burada müxtəlif formullardan, düsturlardan, qrafik vasitələrdən deməli elmi üslubda düstur, formul, qrafik vasitə bunlardan və yaxud cədvəl bunlardan istifadə edilə bilər. Deməli, burada aid 2 dənə xüsusiyyət yadda saxlayırıq. Məsələn, belə yadda saxlayın. Məntiqilik, ardıcıllıq, konkretlik var. Mürəkkəb cümlə, modallıq bildirən söz və ifadə var. Və yaxud məntiqilik, ardıcıllıq, konkretlik var. Düstur, formul, cədvəldən istifadə olunur. Hər hansı üsluba aid 2 xüsusiyyəti mütləq əzbər yadda saxlamalıyıq biz. Keçək indi, dedik ki, bizim üslubumuzun biri bədii üslub düşür. Normal 2 dənə iri mətnimizin biri bədidə olur, biri isə publisistik üslubda olacaq. İndi keçək publisistik üslubun xüsusiyyətlərinə. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, publisistik üslub milli ictimai təfəkkürün ifadə formasıdır və mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqe və maraqları əks etdirir. Publistik üslubun xüsusiyyətləri nələrdir? Publistik üslub qəzet, jurnal, radio və televiziyanın dilidir. Və deməli, publistik üslub özünü 2 formada göstərə bilir. Deməli, publistik üslubumuz həm şifahi formada özünü göstərə bilir, həm də publistik üslub yazılı formada özünü göstərə bilir. Şifahi publisistika deyəndə televiziyanın, radionun dili nəzərdə tutur. Amma yazılı publistika deyəndə qəzet və jurnallardan, elmi kütləvi kitablardan aldığımız məlumatlardır. Publistik üslub, biz dedik ki, 2 mətnimiz oldu. Onun birinin dili daha oxunaqlı və rahat formada olur. Hansı ki, dili daha oxunaqlı və rahat formada olan mətnimiz oldu bədii üslubda. Dilini oxuduğumuz zaman çətinlik çəkdiyimiz üslub isə adlanır bizim publisistik üslubumuz. Publisistik üslubun özünə məxsus olan xüsusiyyətləri var. Bunlar hansılardır? Yəni, publisistik üslubda ən azı 2-3 xüsusiyyət bilməlisiniz ki, Eyler-Venn-də yaza bilək. Publisistik üslub kütləvi, aydın, anlaşıqlı. Deməli, publisistik üslub kütləvi ola bilər, aydın ola bilər, anlaşıqlı ola bilər xüsusiyyətlərindən. Və publisistik üslubda yadda saxlayın ki, sintaksisi danışıq dilinə yaxın ola bilər. Sintaksisi danışıq dilinə sintaksisi danışıq dilinə yaxındır və publisistik üslub kütləvi nitq forması olduğundan xalq danışıq dilinə çox yaxındır.
Amma bir şeyi yadda saxlamalıyıq ki, uşaqlar kütləviliyinə, işlənmə dairəsinə görə ən aparıcı üslub desə, o məişət üslubudur. Ən aparıcı üslub desə, kütləviliyinə, işlənmə dairəsinə görə ən aparıcı üslub desə, biz bunu nə götürürük? Məişət üslubu götürürük. Və publistik üslubda loru sözlərə yer vermək də qüsur sayılır. Bu üslubda biz loru sözlərdən istifadəni yəni minimuma yendirməliyik, istifadə etməməliyik. Bu da belə, publistik üslubda təsviri və analitik şərh də özünü göstərə bilir və bu təsviri analitik şərh nədir? Təsviri və analitik. Yadda saxlayın, təsviri şərh odur ki, gündəlik hadisələrin, informasiyaların çatdırılmasıdır. Məsələn, filan ərazidə su kəsiləcək, bu obyektdə tutaq ki, qanunsuzluq aşkar edildi. Bu tipli xüsusiyyətlər təsviri şərhlərdir. Analitik şərh isə hadisələrin poliglotlar və digər mütəxəssislər tərəfindən təhlil edilərək verilməsidir ki, bu da analitik şərh adlanacaq. Bu bizim publisistik üslubumuz. İndi keçək rəsmi işgüzar üsluba. Belə. Rəsmi işgüzar üslubla da ayrıca mətnin biri rəsmi işgüzarda olmayacaq. Bayaq göstərdiyim kimi mətnin içində açıq suallarda sual düşə bilir. Rəsmi işgüzar üslub, rəsmi sənədlərin təzahür forması rəsmi işgüzar üslub hesabı olunur. Deməli, rəsmi və işgüzar. Sənədlərin dili oldu. Rəsmi işgüzar üslubun özünün də xüsusiyyətləri var. Bunlardan ən azı hər üsluba aid 2 xüsusiyyət əzbər bilin, imtahana görə Elerveni yazmağa sizə yardımcı olacaq. Rəsmi işgüzar üslubun lüğət tərkibi yığcam, sintaksisi məhdud, normallığı möhkəm olur. Deməli, rəsmi işgüzar üslubda nə oldu? Lüğət tərkibi yığcam, normallığı möhkəm, sintaksisi məhdud. Sintaksisi məhdud oldu. Yadda saxlayıq ki, bu üslubda obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərinə yer verilmir. Fərdi nitq ünsürləri. Bu nə deməkdir? Belə deyək ki, bir rəsmi sənəd düşünün. Orada fərdi nitq ünsürü necə özünü göstərə bilər? Bu dövlət əhəmiyyətli bir sənəddir. Fikrin birmənalığı burada əsasdır. Sözlərin təbii ki, məcazi mənasından burada qaçılır. Deməli, burada sözün çoxmənalılığı da ola bilməz. Hansı ki, bu məcazlıq və çoxmənalılıq özünü bədii üslubda göstərir. Və yadda saxlayaq ki, rəsmi işgüzar üslub özü də 2 yerə bölündü. Rəsmi və işgüzar. Rəsmi sənədlər deyəndə konstitusiyadır, qanundur, məcəllədir, qərardır ki, hansı ki biz bunları özümüz hazırlaya bilmərik. Amma işgüzar sənədlər deyəndə tərcümeyi haldır, reklamdır, ərizədir, aktdır. Bunları bizim işimizlə bağlı olan xüsusiyyətlərdir ki, bunu dövlət əhəmiyyəti daşımır. Həcmcə rəsmi sənəddən kiçik olur bunlar. Müəyyən bir hissəsini şəxs özü hazırlaya bilir. Bu kimi xüsusiyyətlərdir ki, işgüzar üslub rəsmi üslubdan fərqləndir. Və yadda saxlamaq lazımdır ki, rəsmi işgüzar üslubda verilən hansı ki bizim feillərimiz var, həmin o feillər adətən feilin əmr şəklində, xəbər şəklində, vacib şəklində və bir də şərt şəklində olur. Bu da rəsmi işgüzar üslubumuz. Məişət üslubu DİM-in çıxartdığı 20 sınaq test bankı var. Orada məişət üslubu ilə bağlı sual nümunəsi var. Bu da dayə gəlir mətni var. DİM-in ən sonlarda olan mətnidir ki, dayə gəlir mətnində diyaloqdan istifadə olunub. Həmin onu elə bir müqayisə ediblər də mətnin öz üslubu ilə. Mətnin öz üslubu bədii üslubdaydı. Orada bir balaca bir yer vermişdilər. Diyaloqdan istifadə olunan hissə isə məişət üslubundaydı.
Məişət üslubu deyəndə gündəlik həyat tərzi nəzərdə tutulur burada. Məişət üslubu insanların məişətdəki danışıq tərzidir. Şəxslərin ailədəki, cəmiyyətdəki mədəni ünsiyyət dilidir. Diqqət eləyin, mədəni ünsiyyət deyirəm. Biz burada məişət üslubu deyəndə ümumiyyətlə bütün üslublarda normaları qorumaq məcburiyyətindəyik. Məişət üslubunda kütləviliyinə, işlənmə dairəsinə görə bayaq da dedim, ən aparıcı üslubumuzdur. Məişət üslubunun əsasını dialoji nitq təşkil edir. Dialoji nitq təşkil edir. Məişət üslubu sadə, təbii danışıq dilidir. Deməli, sadə, təbii danışıq dilidir. Məişət üslubu əsasən şifahi formada mövcuddur və məişət üslubunu fərqləndirən əsas xüsusiyyət isə nitqin sərbəstliyi və təbiiliyidir. Sərbəst və təbii formada olmasıdır. Və məişət üslubunda deməli sərbəst xalq danışıq dili deyil, dialekt üstü dil formasıdır məişət üslubu. Bu da məişət üslubu ilə bağlı olan xüsusiyyətlər və bir də məişət üslubunda biz varvarizm və vulqarizmlərdən də qaçmalıyıq. Varvarizm və vulqarizmi görə bilərik bədii üslubda. O da bilirsiniz niyə? Bədii üslubda əsərlər yazılır da, bilirsiniz. Həmin o əsərdə surətin nitqini açmaq üçün varvar və vulqar sözlərdən istifadə edilə bilər. Deməli belə nə söylənə bildinizsə, nə xoş mənə. Dərslərlə, onlayn dərslərə və yaxud əyani dərslərə qoşulmaq üçün burada qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.